edecek. Yurdumu yaşadın sen tek oğullar. Ölebilirikse bu torpaq üçün. O bizi her zaman göyerdəcəkdi. Düşman önümüzde baş eğecekti. O bizi her zaman göyerdəcəkdi. Düşman önümüzde diz çökecekti. Ama çok xahiş edirəm, etiraf ediyorum. Həqiqətən duygulu anlar, gururlu anlar yaşamışsan, alırsan. Sizə bu qədər gurur hissi duyduram. Mən sözsüz ki, şəxsini dəvət edəcəyəm. Siz sözsüz ki, onu da böyük bir sevgi sevinə tutacaqsınız. Sevgi algı sevinə tutacaqsınız. Onun haqqında inanın Respublikanın ən qabaqcıl, ən hörmətli şəxsiyyətləri hər sahədə, tərbiyyədən, ədəbiyyatdan, mədəniyyətdən, səhiyyədən, nəqliyyət, müxtəlif sahələrdən ən Azərbaycan hüquqlu şəxsləri rəylər yazırlar. Zalın o istisini sizin vəziyyətiniz nəzər alaraq, mən yalnız onlardan birini indi sizə deyəcəyəm. Görün nə deyir? Özü də kimdir? Azərbaycan rəqsinin sultanı olan, baş tacı olan Əminə xanım Dilbazı, Allah ona rəhmət eləsin, nə deyib görək? Deyib ki, bilirsiniz o kimdir? Mən sizə səmimi etiraf eləmək istəyirəm. Əminə Dilbazı deyir. O da hər adama belə söz deyən böyle deyə bilirsiniz, bələdsiniz ona. O diyalog idi, Allah rəhmət eləsin. Deyirdi ki, o səmimi etiraf eləməli ki, böyük Məhsəti Gəncəvinin, fikir verin, sözə bənzətməyə baxın. Məhsəti Gəncəvinin və Natəvan xanımın qızıdır. Siz bilən, mən elə bir şəxslərin qızını sizi hüzurlarınızda, onun qabağında, onun hüzuruna gedib onu səhniyə dəvət eləmərəmmi? Fəridə xanımı səhniyə dəvət edir.
bizə burada bu şəraiti yaradan Ağstafa icra aparatının rəhbərliyinə, onların bütün əməkdaşlarına, eyni zamanda Gülgün müəllim, bu mədəniyyət birinin rəhbəri və bütün işçilərinə çox təşəkkür edirəm. Gülgün müəllimlə biz hər zaman əməkdaşlıq eləmişik. Hələ 90-cı illərdən. Yəni mən burada Gəncə Qadın bölgəsi üzrə xüsusi işləyəndə Gülgün müəllim hər zaman diqqətimizi bizdən əsirgəməmişdir. Allah sizi var eləsin. Çox təşəkkür edirəm. Biz dəfələrimiz hətta İrandan bura gələn müğənniləri gətirmişik bu mədəniyyət etməyə. Gülgün müəllimin səmimiyyətinə, onun mətanətinə yükülmüşük və getmişik o zaman bildiyiniz kimi salonluda əsgərlər orada var idi. Biz orada hər hissələrə getmişik, konsertlər vermişik. Bütün bunların hamısı üçün Gülgün müəllim bugünkü diqqətinizə qayğınıza görə də sizə təşəkkür edirəm və tamaşaçılara təşəkkür edirəm və bütün ümumiyyətlə bu mahallar, yəni Qazax, Ağstafa, mən bunları bölmürəm, bunlar bir ərazidir. Bütün onların şəhidlərini Allah rəhmət eləsin verir. Bütün Azərbaycan şəhidlərinə, başqa da mübariz olmaqla Allah rəhmət eləsin. Təbii ki, biz burada bölgə, yəni zamanı, məkanı qoymuruq. Mübariz İbrahimov Azərbaycanın Biləsuvar bölgəsindəndir. Amma siz çox sağ olun ki, böyük təntənə ilə bu tədbiri qarşıladınız, razılıq verdiniz, iştirak elədiniz. Və burada bəlkə şəhid anaları iştirak edir, şəhid ailələri iştirak edir. Onlara da deyirəm, Allah rəhmət eləsin şəhidlərimizə və onlara səbir diləyirəm. Və bugün Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda və müstəqilliyimizə çatmaq uğrunda bugün məhdiyyə, cəsarət və şücaətlə döyüş bölgələrində şam kimi ışıq yandıran, səhərə qədər ayıq-sayıq vərən əsgərlərimizə can sağlığı arzulayıram. Mən burada da sizi dayandıram, üzr diləyirəm. Burada bilənlər bilirsə, bilməyənlər də bilsinlər ki, elə Azərbaycanın azadlığı, torpaq ərazisinin qorunması yolunda cəbhələrdə illərlə müxbir kimi çalışmış Fəridə Ləman, bizim xalq şairimiz Nəriman Həsazadə deyir ki, o deyir, əyninə əskər paltarı geydi. Erməni mühasirəsində olub, deyir, erməni mühasirəsini deyir. Qələmi ilə deyir, yara-yara çıxdı. O deyir, Fəridə xanımın bilirsiniz, həyat yoldaşı da, hərbiçidir, polkovnikdir. Uzun illər o da ərazi bütövlüyünün qorunmasında döyüşlərdə iştirak edib. O bugün təvazökarlıq əlaməti olaraq buraya gəlməyib. Burada, sizin huzurlarınızda, mən Fəridə xanımın həyat yoldaşı, bizim hərb sayəsinin böyük mütəxəssislərindən biri Nurəddin müəllimə də hamımızın adından salamlar verir. Alqışlarınıza görə təşəkkür edirəm. İnanın bu alqışlara görə bura çıxmamışam. Yəni bugün bizim şəhidlərimizə hər kəs bu dəyəri verməlidir. Və mən çox qürur duyuram ki, yəni bugün siz ona görə gəlirsiniz ki, mübarək özündən sonra Azərbaycanımızda bir vətənpərvərlik məktəbi yarada bilir. Və mən çox qürur duyuram ki, bugün evlərdə dünyaya gələn oğlan uşaqların adını mübariz qoyurlar. Və deyirəm, mübariz İbrahimov, Allah səni ruhunu şad eləsin. Şəhidlərimiz, Allah ruhunu şad eləsin. Mən bu əsəri yazanda inanın, mübarizin evinə getmişəm. Onun öz otağına, öz paltarlarına, öz şəkillərinə baxmışam. O ata-ananın qayğılı gözlərini, qayğılı gözünü görmüşəm və bu əsəri yazmışam. Və yenə də Səbir xanım, yenə də mən Azərbaycan Dövlət Teatr Tamaşaçılar Teatrına təşəkkürümü bildirirəm, siz bu əsərə müraciət elədiniz və onun ruhunu bir daha yaşatmaq, yəni bu bizim borcumuz, şəhidlərimizi yaşatmaq, yəni bizim halda şəhidlər öldür və bizim də borcumuzdur ki, ölənə qədər onları yaşatmaq. Çox təşəkkür edirəm, ürəyim sözlə doludur, var olun, sağ olun ki, gəlirsiniz. İnanın, çox böyük zəhmətdən sonra etiraf eləməliyəm, böyük bir əziyyətdən sonra və bu tədbirin başa gəlməsində, bu tədbirin baş tutmasında çox böyük əmək var. İnanın, bax, bura aparaturlar gəlir, bu video görürsünüz yazılarını. Bizim möhtəşəm aktyorları, Bakıda onların tamaşaları olduğu halda, Bakıda böyük bir milli teatr festivalı gedir. Mirzə Fətəli Axundov 200 illiyi ilə əlaqədar UNESCO xətti ilə olan bir festival keçirir. Bütün bunlara baxmayaraq, məhz mübariz İbrahimovun ruhu, şəhidlərin ruhunun şad olması üçün, onların əziz tutulması üçün xatirəsi, məhz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
çox hörmətli, çox nüfuslu teatr aləmində şəxsiyyəti olan Mübariz Həmidovun böyük əməyinə buradan sizin huzurlarınızdan ona təşəkkürlərimizi göndəririk. Bugün Fəridə Rəhman dedi, mən də öz növbədə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti kimi, burada Təmir Məclisinin sədri kimi, və artıq Fəridə xanım Rəhman dedi, teatrda da işləyirəm, əməkdar mədəniyyət işçisi kimi, mən də bu rayonda, rayon rəhbərliyinə təşəkkür edirəm. Onların da çox böyük əməyi olur. Bugün burada bizi qarşılayan, bu salonu hazırlayan, bizləri qarşılayan, bizlərə xidmət edən, başda bu mədəniyyət evinin direktoru çox hörmətli müəllim. Mən sizi buyurun bura səhviyə dəvət edirəm. Buyurun. Çox sağ olun, Səhiyyə xanım, çox minnətdardır. Mən də canlarınızla fikir verirsiniz, tamaşaçılarımız əsər nə qədər onlara güzel təsir etmişdir ki, yerindən tərpənmək görə istəyirlər, yaxlaşımızı denəyirlər. Çox minnətdaram Fəridə xanıma, Fəridə xanımıza, çox minnətdaram ki, bizim adını eşitdiyimiz, oxuduğumuz, televizorda gördüyümüz, hamımız üçün bir milli qürur yerimiz olan, güvənç yerimiz olan Mübariz İbrahimovu məhz səhnələşdirərək, sənətləşdirərək, onun adına poema dəstəni təsb edərək, bunu bu səviyyə çatdırmamıza Fəridə xanım çox minnətdaram. Səhiyyə xanım çox sağ olun. Siz təzə bir tamaşa burada göstərdiniz. Çox maraqlı bir şey oldu. Tamaşa həmin bakonik, çox qısa, əsas mahiyyətini bizə göstərdilər tamaşaçılara və sizin o təqdim etmə mərasimi, təqdim etməniz, aktyorları, o müğənnini, müəllifi. Şəxsən icra mədəniyyət işçiləri adından, burada əyləşən bütün tamaşaçılarımız adından, burada da müəllimlər var, səhiyyə işçiləri var, bütün kontingent burada var, hamımızda minnətdarlığı edirik və arzuluyuruz ki, belə əsərlərin sahib çox alsın. Çox istəyirəm mən şəxsən, bizim Qaratel qızımıza da, Qaratel bacımıza da belə bir əsər əsr eləyəsiniz və onu belə səhnələşdirəsiniz. Bunlara yerdən qalxan gənc nəslinin çox böyük ehtiyacı var. Bizim mübarizəmiz, bizim davamız qabaqdadır, irəlidədir. Biz ona hər an hazır olmalıyıq. Çox sağ olun, hamınıza, bütün kollektivə öz minnətdarımızı. Mənim hər şeyi bəyənən Çox sağ olun. Mənim bəyənimsə, bu artıq tamaşaçıların bəyənməsi deməkdir. Sağ olun. Bayaq mən dedim ki, Azərbaycanın azadlığının qorunub saxlanması, ərazi bütövlüyünün qorunmasında çoxlu qurbanlar, şəhidlər verilir. Mən burada Respublika Prezidentinin onun nitkilərinin birində olan bir kəlamları sizin huzurunuza çatdırmaq istəyirəm. Yəni, Əliyev cənabları deyirdi ki, bizim ordumuzda Mübariz İbrahimov kimi, Fərid Mansurov kimi yüzlərlə əskərlərimiz vardır. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Ali Baş Komandan bu əmrini verərsə, bax, bu mübariz Azərbaycan xalqı, onun qəhrəman ordusu mütləqa Azərbaycanın işğal altında torpaqları olan onları azad edəcək və Azərbaycan bayrağını Qarabağda, Xan kəndində, Şuşada dalgalandıracaqlar. Bir daha yenməz, şəhidlər ölməz, vətən bölünməz.
yarası, Təbriz, Şuşa, Zəngəzur, qəlbimizin yarası. Arazdan o dayladır, yüreğimin parası, yüreğimin parası. Gelen arzusuyla son savaşa girelim, ya zafer bizim olsun, ya şerefle ölelim. Gelen arzusuyla son savaşa girelim, ya zafer bizim olsun, ya şerefle ölelim. Bu millet yenilmez, yükselen bayramız, topraktan pay verilmez, verilmez. Bu millet yenilmez, yükselen bayramız, topraktan pay verilmez, verilmez. Bizi şanlı vətənin qəhrəman evladları, vətəni həm sevməli, həm də ki qorumalı. Bizi şanlı vətənin qəhrəman evladları, vətəni həm sevməli, həm də ki qorumalı, həm də ki qorumalı. Gelen arzusuyla son savaşa girelim, ya zafer bizim olsun, ya şerefle ölelim. Gelen arzusuyla son savaşa girelim, ya zafer bizim olsun, ya şerefle ölelim. Bu millet yenilmez, yükselen bayrağımız, topraktan pay verilmez, verilmez. Bu millet yenilmez, yükselen bayrağımız, topraktan pay verilmez, verilmez. Vətən sənin torpağının qüdrətinə qurban olun. Koroğlumun mübarizin qeyləsinə qurban olun. Nurlu yolun, haqqın yolun, bir sahilsiz çayında olun. Dünya dolu, tarix dolu qeyrətinə qurban olun. Gelen arzusuyla son savaşa girelim, ya zafer bizim olsun, ya şerefle ölelim. Gelen arzusuyla son savaşa girelim, ya zafer bizim olsun, ya şerefle ölelim. Bu millet yenilmez, yükselen bayrağımız, topraktan pay verilmez, verilmez. Bu millet yenilmez, yükselen bayrağımız, topraktan pay verilmez, verilmez, pay verilmez, pay verilmez. Sizi ayakta tutan, sizin dahilinizi vulkan gibi kaldıran, bu yenilmez mahnısının müəllifi elə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin ən fəal üzvlərindən biri olan